məlumatlar verəcəm bu günlər sizlərə müəllimlər. Deməli, feil ümumi qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsidir. Ümumi qrammatik məna deyəndə nə nəzərdə tutulur? Yəni feillər nitq hissəsinə görə hərəkət bildirən əsas nitq hissəsidir. Hərəkət bildirən. Deməli, ümumi qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsi nə adlanır? Feil adlanır. Feil. Elə feil sözü ərəb mənşəli sözdür müəllimlər. Mənası hərəkət deməkdir. Hərəkət. Deməli, feil, fəhlə və fəaliyyət sözləri hamısı hərəkət mənasında işlənir. Hamısı da ərəb mənşəli sözdür. Yəni, feil, fəhlə, fəaliyyət sözləri ərəb mənşəli sözdür. Mənası nə deməkdir? Hərəkət deməkdir. Elə feil sözdə bundan irəli gələrək, feil sözdə deyilə ümumi qrammatik mənasına görə, yəni nitq hissəsinə görə hərəkət bildirən əsas nitq hissəsidir və feillər, yəni hərəkət bildirən sözlər nə et, nə ol sualına cavab verir. Feillərdə hərəkət iki cür olur. Bir, aktiv hərəkət, bir də passiv hərəkət. Aktiv hərəkət, bir də passiv hərəkət. Aktiv hərəkət, ikisi də hərəkətdir, yəni ikisi də feildir. İkisi də hərəkət bildirir. Amma aktiv hərəkətdə hərəkət o qədər çoxdur ki, biz aktiv hərəkəti görürük. Məsələn, deyirəm ki, qaçmaq. Qaçmağı görürük də. Oturmaq. Sonra yerimək və s. Yəni biz aktiv hərəkətdə hərəkətlik o qədər çoxdur ki, biz həmin hərəkəti görürük. Amma passiv hərəkətdə hərəkət o qədər azdır ki, passiv hərəkətdəki onda da hərəkət var, passiv hərəkətdə də hərəkət var. Amma o qədər azdır ki, həmin hərəkəti biz görmürük. Məsələn, passiv hərəkətdə nümunə nə ola bilər? Baxmaq. Məsələn, baxmaqda mən baxıram, baxanda orada hərəkət o qədər azdır ki, yəni o görünmür o hərəkət. Yaxud da elə görmək sözünün özü. Görməkdə də hərəkət var, amma hərəkət o qədər azdır ki, o görünmür. Dinləmək və s. Dinləməkdə hərəkət görünmür. Deməli, feillər ümumi qrammatik mənasına görə hərəkət bildirir. Nə et, nə ol sualına cavab verir. Feillərdə hərəkət iki cür olur. Aktiv hərəkət, passiv hərəkət. Aktiv hərəkəti biz görürük. Qaçmaq, oturmaq, yerimək. Passiv hərəkəti isə görmürük. O isə baxmaq, görmək, dinləmək və s. Bunlara nümunə ola bilər. Sonra, bundan əlavə, feillər dedik, nə et, nə ol sualına cavab verir. Baxın, məsələn, qaçmaq, nə etmək. Yaxud da oturmaq, nə etmək. Ən çox da nə et sualına cavab verir. Yerimək, nə etmək. Məsələn, kitab, məsələn, adam olmaq, kim olmaq və s. Yəni, feillər bunlar nə et və nə ol sualına cavab verir. Deyərsə, müəllim, axı, nə edir, nə edəcək, nə etmiş, nə olur? Bu tipli suallar da var feillərin. Var. Elə o feillərin həmin sualları hamısı nə et, nə ol sualına yaranır. Sonra, digər nümunəni deyim. Feillərin leksik mənacal növləri. Deməli, feilin leksik mənaca aşağıdakı növləri var. Növləri var. Birinci, iş bildirən feillər. İkinci, nitq bildirən. Üçüncü, təfəkkür bildirən.
Dördüncü, hal vəziyyət bildirən. Hal vəziyyət bildirən. Və beşinci də hərəkət bildirən. Deməli, iş bildirən feillərdə hərəkət olmaqla yanaşı, həmin o hərəkətdə iş görülməlidir. Məsələn, kəsmək, yaxud da tikmək, yaxud da doğramaq. Yəni ki, iş bildirən feillərdə hərəkət olmaqla yanaşı, həmin hərəkətdə iş görülməlidir mütləq. Nitq bildirən feillər bizim danışığımızdan bağlı olan feillərdir. Danışığımızdan. Danışıq. Yəni, məsələn, danışmaq. Baxın, nitqimizdən bağlıdır. Söyləmək. Demək. Deyinmək və s. Təfəkkür bildirən feillər isə bizim təfəkkürümüzdən, düşüncəmizdən bağlı olan, düşüncəmizdən bağlı olan feillərdir. Məsələn, düşünmək, düşünmək. Sonra fikirləşmək, fikirləşmək və s. Düşünmək, fikirləşmək, bunlar hamısı təfəkkürümüzdən bağlı olan feillərdir. Yəni, təfəkkür bildirən feillərdir. Bir də hal vəziyyət bildirən feillər var. İnsanın halı ilə, vəziyyəti ilə bağlı olan feillərdir. Məsələn, ağarmaq, bozarmaq və s. Bir də təkcə, deməli, feilin leksik mənaca növlərindən təkcə hərəkət bildirən feillər var ki, orada yalnız hərəkət var. Yəni, orada iş görülmür, sonra danışılmır, düşünülmür, hal vəziyyətinə bağlıdır. Təkcə hərəkət bildirən feillər də olar. Məsələn, getmək. Təkcə hərəkət bildirən feillərdir. Gəlmək və s. Oturmaq, durmaq və s. Deməli, feilin leksik mənaca növləri də bulardır. Hansılardır? İş bildirən feillər, nitq bildirən feillər, təfəkkür bildirən feillər, hal vəziyyət bildirən feillər, hərəkət bildirən feillər. Sonra, feilin indi qurulurca növlərinə fikir verək. Feilin qurulurca növləri. Feilin qurulurca 3 növ var, müəllimlər. Sadə feillər, düzəltmə feillər və mürəkkəb feillər. Sadə feillər, düzəltmə feillər və mürəkkəb feillər. Sadə feillər yalnız ya bir dənə kökdən ibarət olur, ya bir kökdən ibarət olur, ya da ki, kök və qrammatik şəkilçidən ibarət olur. Məsələn, oxu təkcə bir kökdən ibarətdir, deməli, sadə feillər. Sadə feildir. Düzəltmə feillərdə demişdik də, kök və leksik şəkilçidən ibarətdir. Düzdür, düzəltmə feillər isə leksik şəkilçi vasitəsilə yarar, yəni kök və leksik şəkilçidən ibarətdir. Deməli, sadə feillər kökdən ibarət olan sadə feillər tapmaq rahatdır. Sadə feillər kök və qrammatik şəkilçidən ibarətdir. Düzəltmə feillər kök və leksik şəkilçidən ibarətdir. Problem harada yaranır? Problem həmin şəkilçilərdə, həmin feillərdə leksik qrammatik şəkilçini tapmaqda yaranır. Məsələn, oxudu sözünə fikir verək. Sözün kökü oxud sözüdür. İndi buradakı du şəkilçisi qrammatik şəkilçi olsa, deyəcəm ki, oxudu sözü kök və qrammatikdən ibarət olduğuna görə sadə feildir. Axı, kök və qrammatikdən ibarət olanlar sadə feil idi. Buradakı du şəkilçisi leksik olsa, deyəcəm ki, kök və leksik şəkilçidən ibarət olduğuna görə düzəltmə feildir. Hər şey buradakı şəkilçinin leksik qrammatik olmağından asılıdır. İndi buradakı şəkilçinin leksik qrammatik olduğunu tapmaq üçün bir dənə variant demişəm də sizə. Mamə inkar şəkilçisi artırırıq, düzdür? Feillərdə leksik qrammatik tapmaq üçün mamə inkar şəkilçisi artırırıq. Mamədən əvvəl gələn leksikdir, sonra gələn qrammatikdir. Məsələn, oxudu sözü, oxudu. Mamə artıracam. Buradakı sözün kökü oxudu, təbii ki. Buradakı d şəkilçinin leksik qrammatik olduğunu təyin etmək üçün mamə artıracam həmin feilə. Oxumadı.
Mamədən sonra gəlirsə, deməli o şəkildə qrammatikdir. Baxdım görüm dedi mamədən sonra gəldi də. Düzdür? Deməli oradakı dedi qrammatikdir. Kök və qrammatikdən ibarət olduğuna görə sadə feildir. Deməli oxudu sözü kök və qrammatikdən ibarət oldu, sadədir. Du şəkilsinin leksik qrammatik olduğunu necə tapdım? Mamə artırmaqla. Yaxud da sözün kökü oxu, mamə şəkilsinin özü də qrammatikdir. Bu da kök və qrammatik şəkilsindən ibarət olduğuna görə o da sadədir. Sonra oxusa, sözün kökü oxu. Sazər şəkilsi mamədən sonra gəlir. Baxın. Oxumasa. Mamədən sonra gəlirsə deməli qrammatikdir. Demişdik axı. Leksik qrammatikdən baxın, mamə inkar şəkilsi artırmaq lazımdır. Mamə inkar şəkilsindən əvvəl gələn şəkilsilər leksik, sonra gələnə qrammatik. Baxdım, gördüm ki, buradakı sazər də mamədən sonra gəldiyinə görə qrammatikdir. Deməli sadə feildir. Xatırlanmaq sözün kökü xatırla. Maqmaq şəkilsi. Xatırlamamaq, bax. Xatırlamamaq. Artıq baxdım, gördüm ki, maqmaq şəkilsi mamədən sonra gəldi. Deməli, o da qrammatikdir. Bağışlamaq. Bağışla sözün kökü. Maq qrammatikdir, mamədən sonra gəlir. Bu formada. Tərcih etmək sözün kökü tərcih. Mək qrammatikdir bu formada. Yəni ki, sadə feillər ya təkcə kökdən ibarət olur, ya da kök və qrammatik şəkilsindən ibarət olur. Ən çox çaşdırılan və çaşdırıcı suallar məhz feillərdə, feilin quruluşca növlərindən bağlı bu sözlərdə verilir. Ki, fikirləşir, görürsən, sadədir, yoxsa düzəltmədir. Məsələn, sarılamaq sözünün kökü saraldı. Yəni, deyərsən, mənim, sarı sözündən yaranır. Sarı sözündən yaranıb, amma yaxşı, sarı sözün bu saralamaq sözündə göstərir nələ? Yoxdur elə bir söz. Tarixən sarı sözündən yaranıb, artıq günümüzdə saralamaq sözü sadədir. Kök və qrammatik şəkilsindən ibarətdir. Alışmaq sözü. Sözün kökü alışdır. Maq qrammatikdir. Baxın, aldan alış yaranmaz. Niyə yaranmır? Çünki yaranmağına görə arasında əlaqə olmalıdır. Burada isəalla alış arasında heç bir əlaqə yoxdur. Dinləmək sözün kökü, dinlə, mək də qrammatik. Ağla ilə sözün köküdür, maq qrammatik. Barış sözün köküdür, maq qrammatikdir. Yırğala sözün köküdür, baxın, dilimizdə yırğa sözü yoxdur, maq qrammatikdir. Bağışla sözün köküdür, maq qrammatikdir. Dilimizdə bağış sözü də yoxdur. Sonra bir də bir şey deyim, bağış sözü işlənə bilər. O hədiyyə mənasında deyir, kömək etmək mənasında ola bilər. Məsələn deyir, filan qurum filan yerə bağışda bulundu. Yəni kömək elədi. O mənada olsa belə, yenə də bağışla sözü sadədir. Çünki həmin o bağışla bu bağışlamaq arasında heç bir əlaqə yoxdur. Ona görə arasında əlaqə olmalıdır axı. Qızarmaq, qızar sözünün köküdür, maq qrammatikdir, sadədir. Çalış sözünün köküdür, maq qrammatikdir, sadədir. Danla sözünün köküdür, maq qrammatikdir, sadədir. Yoxla sözün köküdür, maq qrammatikdir, sadədir. Yarış sözün köküdür, maq qrammatikdir, sadədir. Dağıt sözün köküdür, maq qrammatikdir, sadədir. Danış sözün köküdür, maq qrammatikdir, sadədir. Saxla sözün köküdür, maq qrammatikdir. Qaldırmaqda qalla qaldır arasında əlaqə olmadığına görə qaldır sözün köküdür, maq qrammatikdir. Anla sözün köküdür, maq qrammatikdir. Sonra qışqırmaq sadədir, qarışmaq, dəyişmək. Baxın, dəyiş sözün köküdür, maq qrammatikdir. Sonra gətizdirmək sözü, gətizdir sözün köküdür, maq qrammatikdir. Tapşır sözü sadədir. Tapmaqdan tapşır arasında əlaqə yoxdur. Maq qrammatikdir. İslatmaq da o formada. Yəni belə bu sözlər sadə sözdür. Baxın, bir də çaşdırılan söz hansıdır? Sevinmək sözü. Sevinməklə sevinmək arasında heç bir əlaqə yoxdur. Ona görə sevin sözün köküdür. Sevin sözün köküdür. Mək də qrammatikdir. Yəni sadə sözdür bu da. Düzəltmə feillər isə dedik ki, kök və leksik şəkilsindən yaranır. İndi düzəltmə feillər bir adlardan düzələn düzəltmə feillər var. Bir də feillərdən düzələn düzəltmə feillər var. Adlar deyəndə hansı nitqçələr nəzərdə tutulur? İsim, sifət, say, əvəzlik, zərf. Adlar deyəndə məhz bunlar nəzərdə tutulur. Yəni isim, sifət, say, əvəzlik, zərfdən düzələn düzəltmə feillərə deyirlər adlardan düzələn düzəltmə feillər. Məsələn, İş, nə iş? İş isimdir. Həmin iş isminin üzərinə lə artırdım. İşlə, neyid, oldu feil. Yəni, isimdən feil yarandı. Yəni, adlardan feil yarandı da. Bağ isimdir, bağlı oldu feil. Sonra bir saydı, birləş oldu feil.
Dost isimli dostlaş oldu feil. Ot isimli otar oldu feil. Ağ sifətli ağar oldu feil. Su isimli susa oldu feil. Qərib sifətli qəribsi oldu feil. Gec zərfdir. Gecik oldu feil. Dur. Dur. Hə. Duruq. Maq sözü. Deməli, burada yəni ki, texniki səhv var burada. Yəni, dur, burada feildir. Durmaq sözündən yaranıb. O da feildən yaranıb. Bunu o şəkildə veriblər. Yəni, bura aid deyil də, belə deyim. Çünki feildən burada feil yaradıb. Bizdə bu hissədə adlardan feilə aid nümunə deyirəm. Sonra yan yan tərəf, hansı tərəf? Sifətdir və yanaş feil. Sifətdən feil yarandı. Ruh isimdir, ruhlan oldu feil. Toz isimdir, tozlan oldu feil. Düz sifətdir, düzəl oldu feil. Qoca sifətdir, qocal oldu feil. Əl isimdir, ələ oldu feil. Turş isimdir, turşu oldu feil. Turş sifətdir, üzr istəyirəm. Turş necə turş? Turşu oldu feil. Mən əvəzlikdir, mənimsə oldu feil. Sonra pıç təqlidi sözdür. Məsələn, buna desələr pıç, şır, xış. Bunlar nitq hissəsi kimi nədir? Bunun konkret nitq hissəsi kimi demirlər. Hansı nitq hissəsidir? Amma təqlidi sözdür olar. Pıç təqlid sözü pıçılda, neyt, oldu feil. Demək, ılda şəkilçisi, yadda saxlayın. Təqlidi sözlər var. Pıç, xış, məsələn, xışılda, şır, şırılda, sonra xır, xırılda. Yəni, təqlidi sözlərin üzərinə ılda şəkilçisi artıranda nə yaradır? Yaradır feil. Amma təqlidi sözlərin üzərinə ıltı şəkilçisi artırılanda, ıltı, onda isim yaradacaq. Məsələn, pıç, pıçıltı. Pıçıltı. Pıçıltı nə oldu? İsim. Bu formada. Bir də var feildən düzələnlər. Feildən düzələnlər. Hə. Yaz, feildən feil düzələnlər. Məsələn, yaz feilindən yazıl feili yarandı. Bax, yaz, neyt, yaz, yazıl, neyt, yazıl. Ya feildən feil yarandı. Bax feilindən baxıl yarandı. Yaz feilindən yazış feili yarandı. Gör feilindən görüş feili yarandı. Çıx feilindən çıxar. Çıx, neyt, çıx, çıxar, neyt, çıxar. Feil yarandı. Oxu feilindən oxut feili yarandı. Qaz feilindən qazımaq feili yarandı. Dön feilindən döndər feili. Qorx feilindən qorxuzmaq feili yarandı. Məsələn, burada az işlənən Allah şəkildə səp feilindən səpələ feili yarandı. Eşdən eşələ. Sonra ov feilindən ovxala feili yarandı. Ud feilindən udqun feili yarandı. Gül feilindən gülümsə feili yarandı. Və s. İndi lan-laşla bağlı bəzi məlumatları deyim sizə. Bunu əsas bu hissələrdə, feillərdə bunu yadda saxlamaq lazımdır. Deməli, lan, lən, laş, ləş, la plus n, lə plus n, la plus ş, lə plus ş. İndi nə demək istəyirəm? Bəzən lan, lən, laş, ləş şəkilçisi bütövlükdə bir leksik şəkilçisi kimi götürülür. Bütövlükdə bir dənə leksik. Yəni, əvvəlcə bir məlumatı deyim. Lan, lən, laş, ləş istəyir bütövlükdə olsun, istəyir ayrı-ayrılıqda olsun. La ayrı, n ayrı, ə ayrı, n ayrı, la ayrı, ş, lə ayrı, ş ayrı. İstəyir bütövlükdə, istəyir ayrı-ayrılıqda hər zaman leksik şəkilçisidir. Bunlar deməli hər zaman nədir? Leksik şəkilsi. İndi bəzən bütövlükdə bir leksik götürülür. Bəzən la ayrı, n ayrı leksik götürülür. Bəzən la ayrı, ş ayrı leksik götürülür. Bəs hardan biləcəm? Bir yerdə götürülür leksik. Hardan biləcəm ayrı-ayrı? Məsələn, deyirəm ki, bir dənə nümunə yazıram. Yazıram qanadlan. Bir də yazıram salamlan. Sonra veyillən. Sonra yazıram veyillən. Sonra yazıram yellən. Sonra yazıram qanadlaş.
Sonra yazıram. Salamlaş. Sonra yazıram. Yerləş. Sonra yazıram. Ne yazım? Ha. Yerləş. Sonra elə bunları yazım. Ondan sonra onları izah edəcəm. Deməli, burada nə məsələyə fikir veririk, müəllimlər? İndi nə zaman, hardan biləcəm? Məsələn, qanadlanda sözün kökü qanaddır. Təbii ki. Salamlanda da sözün kökü salam. Veyilləndə sözün kökü veyil. Yelləndə sözün kökü yel. Qanadlaşda sözün kökü qanad. Salamlaşda salam. Yerləşdə də yer. Düzdür? Hardan biləcəm? İndi ona artırılan şəkillər var. Lan, lən. Laş, ləş şəkilçisi. Bütövlükdə birli eksikdir. Hardan biləcəm? Ayrı-ayrı eksikdir. Hardan biləcəm? Ona götürüb mamə artırmaqdan. Ona götürəcəm mamə artırmaqdan. Mamə artıracam. Mamədən əvvəl gələn şəkilçilər olacaq leksik. Mamədən sonra gələn şəkilçilər olacaq qrammatik. Hə? Leksik, qrammatik, bunların leksik, qrammatik olduğunu belə tapırdım da. İndi qanadlan, qanadlanma. Baxdım, gördüm. Lanlan şəkilçisi mamədən əvvəl gəldi. Biz bayaqlarınızda bir şey dedik də, bu şəkilçilər bütün hallarda leksikdir. Mamədən əvvəl gəldiyinə görə, mamədən əvvəl gələnlər də leksikdir axı. Deməli, burada lan leksikdir. İndi görəsən, la ayrı, n ayrı leksikdir, yoxsa lan bütövlükdə bir leksikdir. Bunu bilmək üçün nə ayırıram hər zaman? Oradakı lan, laşdakı, n, ş şəkilçiləri var, onu tuturam. Sonra həmin sözə maqmaq artırıram. Qanadlan sözündəki n-nı tuturam. Sonra götürürəm, tutandan sonra maqmaq artırıram sözünə. Qanadlanmaq, qanadlamaq. Elə bir söz var dilimizdə. Qanadlamaq deyilən bir söz dilimizdə yoxdur. Yoxdursa, onda lan bütövlükdə bir leksik şəkilçidir. Olsaydı ayrı-ayrı leksik olardı. Məsələn, salamlan, salamlanma. Bildik ki, lan leksikdir. İndi görək la ayrı, n ayrı leksikdir, yoxsa bütövlükdə bir leksikdir. Bunu bilmək üçün nə ayırırıq? N-nı tuturam, maqmaq artırıram. Salamlamaq sözü var dilimizdə. Bəli, var. Varsa onda la ayrı leksikdir. N ayrı leksikdir. Veyillən sözündə. Veyillənmə. Sözün kökü veyil. N-nı tuturam. Veyilləmək sözü var dilimizdə. Təbii ki, yoxdur. Lən bütövlükdə bir leksikdir. Yellən, yellənmə. Sözün kökü yel. Mamədən və lə gəldi. Yellə bir leksik, yellən ikinci leksik. Sonra qanadlaş. Qanadlaşma. Mamədən və laş gəldi. La ayrı, şu ayrı leksikdir, yoxsa laş bütövlükdə leksikdir. Bunu bilmək üçün şunu tuturam, maqmaq artıram. Qanadlamaq sözü var, yoxdur. Yoxdursa onda laş bütövlükdə bir leksikdir. Salamlaş, salamlaşma. Deməli, laş leksikdir. Görək, laş bütövlükdə bir leksikdir, yoxsa la ayrı, şu ayrı leksikdir. Bunu bilmək üçün şunu tutum, maqmaq artıram. Salamlamaq sözü olduğuna görə deməli, laş bütövlükdə bir leksikdir. Yəni, la'nın ayrı, n'nın ayrı, yoxsa bütövlükdə bir leksik olmağını bu formada tapırıq. Onunla bağlı nümunələrdə burada qeyd olunub. Bilmək lazımdır, vidalaşmaq sözü, ayaqlaşmaq sözü və üzləşmək sözündə ləş şəkilçiləri hər zaman bütövlükdə bir leksik şəkilçi olur. Bir leksik şəkilçi olur. Yəni, lə ayrı, şu ayrı olmur. Daşlaşmaq sözü isə iki halda düşünülə bilər. Ya la ayrı, yəni şu ayrı leksik kimi düşünülə bilər. Ayrı-ayrı leksik kimi düşünülə bilər. Bir də bütövlükdə bir leksik kimi düşünülə bilər. İki halda düşünülə bilər. Deməli, daşlaşmaq sözündə la ayrı, şu ayrı leksik kimi düşünülə bilər. Bir də laş bütövlükdə bir leksik kimi düşünülə bilər. Bunu bilmək üçün nə edirəm? Bilmək üçün artıq o cümlənin məzmununa baxıram. Məsələn, uşaqlar daşlaşdı deyəndə sözün kökü daşdır. Biz bildik ki, daşlanmaqdan daşlaşmaq yaranır. Düzdür, onda la ayrı, şu ayrı leksikdir. Bir də deyirəm, sement daşlaşdı. Sözün kökü daşdı orada da, amma orada daşlamaqdan daşlaşmaq yaranmaz axı. Sement bir-birinə daş atmır ki.
Oradan laş bütövlükdə bir leksikdir. Yəni cümlədə işlənməyindən asılıdır bu. Hansı formada işlənib? Ona əsasını tapacaq. Rastlaşmaq sözündə isə la naşı parçalanmır. Çünki dilimizdə rastlamaq feili yoxdur. Orada da laş bütövlükdə bir leksikdir. Sonra baxın, yağlanmaq sözü. Yağlanmaq sözündə də yerinə görə lam bütövlükdə bir leksikdir. Yerinə görə la ayrı, n ayrı leksikdir. Məsələn, deyirəm ki, motor yağlandı. Onda yağladan yağlan yaranacaq. Yəni la ayrı, n ayrı leksik. Düzdür? La ayrı, n ayrı leksikdir. Daha sonra deyirəm ki, məsələn, onun başı yağlandı. Yəni kirlənir, ondan sonra yağlanır da, düzdür? Öz-özünə olur da bu. Orada kimsə götürüb onun başına yağ vurmur ki, yəni o mənadakı kirlənmək mənasında olanda, belə deyim də, kəpək mənasında olanda yağlanır da, o zaman yağlanır. O mənada işlənəndə artıq o yağlanmaqdan kimsə götürüb onu yağlamır. O yağladan yağlan yaramır. Orada elə lam bütövlükdə bir leksikdir. Ayaqlandı sözü əgər ayaqlandı sözündə ayaqlamaqdan yarana bilər. Ayaqlandı sözü ayaqlamaqdan yarana bilər, qətiyyən yarana bilməz. Necə yarana bilir? Əgər ayaqlandı sözü xəstə ayaqlandı olsa, onda təbii ki, ayaqladan yarana bilmir. Onda lam bütövlükdə bir leksikdir. Amma desəm ki, torpaq ayaqlandı, onu ayaqlayırlar ki, ayaqlanır da, düzdür? Onda la ayrı, n ayrı leksik olur. Sonra mürəkkəb feillərdən bağlı məlumatı deyim. 2 və daha artıq sözün birləşməsindən yaranır. Baxın, yazıb oxumaq, nə etmək? 2 sözün birləşməsindən yaranır. Kömək etmək, yaza bilmək, nə etmək? Mürəkkəb feillər həm bitişik, həm defislə, həm də ayrı yazılır. Bitişik yazılan mürəkkəb feillərimiz 4 dənədir. Sağollaşmaq, istiotlamaq, xudahafizləşmək, xoşhallanmaq. Bunlardır. Sağollaşmaq, istiotlamaq, xudahafizləşmək, xoşhallanmaq, bunlar mürəkkəb feillər və bitişik yazılırlar. 2 dənə sağ və ol sözünün birləşməyinə yarandı. İsti və ot sözünün birləşməyinə yarandı. Xuda və hafiz sözünün birləşməyinə yarandı. Xoş və hal sözünün birləşməyinə yarandı. Və 4 dənə bitişik yazan mürəkkəb feilimiz var ki, onlar bitişik yazılır. Və mürəkkəb feillərə əmələ gəlmək yollarından, deməli, bitişik yazan mürəkkəb feillərimiz bunlardır. Bir də var, olmaq, etmək, eləmək, qılmaq köməkçi feillərini digər nitq hissələrini artırmaqla yaranan mürəkkəb feillər var. Bu, olmaq, etməyin köməyinə yaranan mürəkkəb feillər, olmaq, etmək, qılmaq sözünün köməyinə yaranan mürəkkəb feillər artırılanda qoşulduğu feillərə ayrı yazılır. Fikir verin, kömək etmək, yaxşılıq eləmək, dost olmaq, məsələn, namaz qılmaq və s. Bunlar ayrı yazılan mürəkkəb feillər nümunədir. Bax, bitişik yazılan mürəkkəb feilimiz Azərbaycan dilində cəmi 4 dənədir. Bunları əzbər bilmək lazımdır. Sağollaşmaq, istiotlamaq, xudahafizləşmək, xoşhallanmaq. Olmaq, etmək, eləmək, qılmaq köməkçi feillərinin köməyinə yaranan mürəkkəb feillər də necə yazılacaq? Ayrı yazılacaq. Bilmək sözünün köməyi ilə yaranan mürəkkəb feil o zaman, daha doğrusu bilmək sözünün köməyi ilə o zaman mürəkkəb feil yaranar ki, Aə şəkilçisinə qoşulsun. Məsələn, oxuya bilmək. Baxın, Aə şəkilçisinə qoşulub. Danışa bilmək, Aə-yə qoşulub. Onda artıq bilmək mürəkkəb feil yaradacaq. Oxuya bilmək, danışa bilmək. Aə şəkilçisinə qoşulmazsa, məsələn, dərsi bilmək. Aə şəkilçisinə qoşulmasa, artıq o mürəkkəb feil yaratmayacaq. Aydındır? Yəni, burada artıq bilmək təkcə özü bir feil olacaq. Belə. Sonra, əlavə olaraq deyim ki, mürəkkəb feillər bitişik və əksmə yaxın mənasının köməyinə yarananlar da übüb şəkilçinin köməyinə yaranır. Məsələn, oturur, durur, çalışıb vuruşmaq, oturur, durur, çalışıb vuruşmaq, oturub, durmaq. Bunlar, bax, oturub, durmaq əks mənasının köməyinə yaranır. Çalışıb vuruşmaq da yaxın mənasının köməyinə yaranan mürəkkəb feildir. Və fikir verin, birinci tərəfi übüb şəkilçi qəbul edir. Çalışıb, məsələn, oturub, durmaq elə də olur.
Yəni buradakı şəkilçi, übib şəkilçi dəyişə də bilər təbii ki. Məsələn, baxın burada dəyişir, oturur, durur. Sonra yazıb ki, übib şəkilçisi qəbul edən feillərə, əgər getmək, çatmaq, keçmək, çıxmaq, gəlmək feillər, deməli, bunu necə rahat yadda saxlayın? Getmək, gəlmək, bir də çatmaq, çıxmaq, eyni hərfdir. Çatmaq, çıxmaq və keçmək feillərinə qoşulması ilə əmələ gəlibsə, onda onlar təbii ki, birlikdə mürəkkəb feil olacaq. Məsələn, gəlib çatmaq, nə etmək? Gəlib çatmaq, ötüb keçmək, nə etmək? Bu formadır. Übib şəkilçisinə qoşularsa, getmək, gəlmək, çatmaq, çıxmaq, keçmək. Onda o da mürəkkəb feil yaradacaq. Sonra təsdiq və inkar feillər deyirəm. Feillər hərəkətin icra edilib edilməməyinə görə iki yerə bölünür. Təsdiq feillər, inkar feillər. Hərəkətin icra edildiyini bildirən, yəni icra ediləcəyini bildirən feillər təsdiq feillər deyirlər. Bax, gör, oxu, yaz, tanı, bunlar hamısı təsdiq feillərdir. İnkar feillər isə hərəkətin icra edilmədiyini bildirən feillər deyirlər inkar feillər. Və inkar feillər mamə şəkilçisinin köməyi ilə yaranır. Məsələn, bax əgər təsdiqdirsə, baxma oldu artıq inkar. Görmə, yazma, tanıma, bilmə, bunlar hamısı inkar feillərdir. Mamə şəkilçisinin köməyi ilə yaranır. Və belə bir şey deyirəm. İnkar şəkilçisi qrammatik şəkilçisidir. İnkar şəkilçisi qrammatik şəkilçisidir. İnkar şəkilçisi qrammatik şəkilçisidir. Bəli. Yəni buradakı mamə inkar şəkilçisi qrammatikdir. Və feilə aid yeganə qrammatik şəkilçisidir ki, özündən sonra maqmaq məsdər şəkilçisi qəbul edə bilir. Çünki bir məlumatı deyim ki, maqmaq məsdər şəkilçisi özündən sonra daha doğrusu maqmaq qrammatik şəkilçisi hər zaman leksik şəkilçisidən sonra artırılır. Qrammatik şəkilçisidən sonra maqmaq artırmaq mümkün deyil. Yeganə mamə inkar şəkilçisidir ki, qrammatik olsa da ondan sonra maqmaq artırmaq mümkündür. Məsələn, baxın, yazmamaq. Burada mamə özündən sonra maqmaq qrammatik şəkilçisi artırıb. Amma digər qrammatik şəkilçilərdən sonra maqmaq şəkilçisi artıra bilmərik biz. Məsələn, gəldi, buradakı di nədir? Qrammatikdir də. Ondan sonra maqmaq artırmaq olmaz. Gəl demək olar, olmaz təbii ki. Yeganə mamə inkar şəkilçisidir ki, qrammatik şəkilçisi olsa da özündən sonra maqmaq şəkilçisi artırmaq mümkündür. İnkar şəkilçili söz təsdiq məzmunu da ifadə edə bilər. Bax, inkardır, amma təsdiq məzmunu ifadə edir. Məsələn, o nə edə bilməz ki? İnkardır da, mamə inkar şəkilçisi işlənib. Amma bunu təsdiq mənasında işlədir. Yəni, onu nə edə bilməz ki? O deməkdir ki, o hər şey edə bilər də, o mənadadır. Deməli, inkar şəkilçisi təsdiq məzmununda ifadə edə bilər. Feilin lazım şəklinin inkarı yalnız deyil sözü ilə düzəlir. Məsələn, yazası deyil. Deməli, deyil. Lazım şəklinin inkarı nə ilə düzəlib? Deyil sözü ilə düzəlir. İndiki və qeyri-qəti gələcək zamanlarda mamə şəkilçisindəki sait düşür. Təbii ki. Məsələn, əslində oxuyur. Düzdür? Buradakı ırir, indiki zaman şəkilçisidir. Və ona mamə artıranda, mamə plus ırir artıranda, saitlər toqquşmasın deyə mamədəki A düşdü. Yaxud da yazar olacaq nə? Mamə artırsam ona, mamə ilə axı arərdəki arər düşür. Bu zaman saitlər toqquşmasın deyə mamədəki A düşür. Ona görə oxuyur daxı, bu mamədəki A düşüb, təkcə M qalıb və ona ır artırılmışı olur, oxumur. Yazmazda da mamədəki A düşüb və təkcə M qalıb, olur, yazmaz. O formada. Sonra, yadda saxlamaq lazımdır ki, feillərin inkarı mamə ilə düzəlir. Mamə ilə düzəlir. Eyni zamanda deyil sözü ilə də düzəlir. Düzdür, məsələn, yazası deyil, deməli deyil. Amma adların inkarı. Artıq adlar deyəndə nə nəzərdə tutulurdu? Adlar deyəndə təbii ki, isim, sifət, sonra say,
əvəzlik, əvəzlik, zərf nəzərdə tutulur. Düzdür, adlar edəndə bunlar nəzərdə tutulur. Adların inkarı isə, müəllimlər, deyil sözü ilə yaranır, deyil. Məsələn, adam isimdir. Adam deyil. Artıq ismin inkarını yaratdım. Gözəl sifətdir. Gözəl deyil. Sifətin inkarını yaratdım. 5 saydır. 5 deyil. Sayın inkarını yaratdım. Mən əvəzlikdir. Mən deyiləm. Əvəzliyin inkarını yaratdım. Yuxarı zərfdir. Yuxarı zərfdir. Yuxarı deyil. Zərfin inkarını yaratdım. Bu formada. Sonra feilin qrammatik məna növləri necə yaranır? Əvvəlcə feilin qrammatik məna növünü deməmişdən əvvəl subyekt və obyekt anlayışını başa düşək. Subyekt nədir? Subyekt işi görəndir. Bəs yaxşı. Obyekt nədir? Üzərində iş görülən. Subyekt işi görəndirsə, obyekt də üzərində iş görülən. Subyekt işi görən, obyekt isə üzərində iş görülən. Məsələn, mən kitabı oxudum. İşi görən kimdir? Mən. Deməli, o subyektdir. Nəyin üzərində iş görmüşəm? Kitabım. O da obyektdir. Oxudum da hərəkətdir. Yaxud da Azər evə gəldi. İşi görən Azər olduğuna görə subyektdir. Azər nəyin üzərində iş görüb? Evin, ev obyektdir, gəldi də hərəkətdir. Yəni, subyekt işi görəndir, obyekt üzərində iş görüləndir. Feilin qrammatik məna növlərinin şəkilçiləri var. Deməli, məhsul növü şəkilçisi ın, in, un, ün, n və ıl, il, ul, ül şəkilçisidir. Eyni zamanda şəxsiz növün də şəkilçisi ıl, il, ul, ül, ın, in, un, n, ıl, il, ul şəkilçisidir. Qayıdış növün də şəkilçisi ilə ın, in, un, n, ıl, il, ul, ül şəkilçisidir. Eyni zamanda qarşılıq və birgəlik növün şəkilçisi ış, iş, uş, üş və ş şəkilçisidir. İcbar növün şəkilçisi isə dır, dir, dur və tır şəkilçisidir. Belə. Feilin qrammatik məna növləri şəkilçilər bunlardır. İndi bir şey deyim. Feilin qrammatik məna növlərindən birinci məlum növünə bağlı məlumatı deyim. Məlum növ. Məlum növ feillərdə işi görən qrammatik cəhətdən məlum olur. İşi görən qrammatik cəhətdən məlum olur. Və bilmək lazımdır ki, məlum növ feillərdə yuxarıda göstərdiyimiz bu şəkilçilər ki var, bax bu şəkilçilər. Buradakı şəkilçilərin heç birisi iştirak etmir. Yəni, işi görən qrammatik cəhətdən məlum olur. Qrammatik cəhətdən məlum olur. Məlum növü yaradan xüsusi, şəkilçi olmur. Məlum növ feillər həm də quruluşca sadə, düzəltmə, mürəkkəb olur. Üçü də olur. Mürəkkəb. Bu formada. Deməli, birinci feilin qrammatik məna növlərindən məlum növdən baxaq. Məlum növ feillərdə iş görən qrammatik cəhətdən dedik ki, məlum olur. Yəni, işi görən məlumdur. Əli qapını açdı. Feilimiz hansıdır? Açdı feilidir. İşi görən kimdir? Əli.
Əli işi görən məlumdur. Yəni subyekt məlumdur. Və bayaq sadaladığımız o şəkilçilər ki var idi. Bayaq göstərdiyimiz o şəkilçilərə baxın. Yəni ılil, ının, ışış, dırdır, tı, bu tı şəkilçi. Bunlar heç birisi yoxdur. Açıda bunların heç birisi yoxdur. Deməli, işi görən qrammatik cəhətdən məlum olur. Və ıl, il, ul, öl, un, in, un, ün, n və ış, iş, uş, üş, ş. Bir də dır, dir, durdur. Tır şəkilçinin köməyi ilə yaranır. Bu şəkilçilərin heç birisi məlum növdə olmur. Kitabı mənə verdi. Feilimiz hansıdır? Verdi feili. Düzdür? İndi o verib də mübtəda ixtisar olunsa da, yəni bilirik ki, nəzərimizdə kimi nəzərdə tutur? O onu. Əsas məsələn məlum növ feillərdə bu şəkilçilərin heç birisi yoxdur. Deməli bu verdi feili məlum növdədir. Sonra məlum növ feillərin xüsusi qrammatik göstəricisi olmur. Buna görə də rahatlıqla demək olar ki, digər qrammatik məna növündə olmayan feillərin hamısı məlum növdədir. Bəli. Get məlum növdədir. İşlədi. O şəkilçilərin heç birisi yoxdur ki, ona görə məlum növdədir. Danışıb gülür. Məlum növdədir. Və yadda saxlamaq lazımdır ki, məlum növ feillər qrup cür olur. Məsələn, sadət get. İşlədi. Düzəltmədə işdən işlə. Mürəkkəb isə danışıb gülür. Mürəkkəb. Məlum növ feillərin xüsusi qrammatik göstəricisinin olmaması o demək deyil ki, onda digər leksik şəkilçisi qəbul edə bilməz. Digər leksik şəkilçiləri qəbul eləyir, amma xüsusi onu yaradan xüsusi şəkilçi yoxdur. Məsələn, işlədi feili məlum növdədir və lalə leksik şəkilçidir orada. Qəbul eləyib yəni. Sonra feilin qrammatik məna növünü müəyyənləşdirmək üçün qrammatik məna növünün formal əlaməti, feildən düzələn və feilin qrammatik məna növünün məzmunu vəhdət təşkil etməlidir. Bizə lazım olan məğz hissəsini deyirik, əsas onları bilin. Məhsul növ feillər. Məhsul növ feillərdə isə işin kim tərəfindən icra olunduğu məlum olmur. Kim tərəfindən icra olunub bilinmir. Və məhsul növ feilləri, yəni işi görən subyekt qrammatik cəhətdən məlum deyil və yaradan şəkilçi ılil, ının, n şəkilçidir. Gördünüz ki, işi görən məlum deyil və eyni zamanda ılil, ının şəkilçisi var, deməli məhsul növdədir. Məsələn, məktub yazıldı cümləsində məktubu yazan kimdir, işi görən kimdir bilinmir. Eyni zamanda ılır şəkilçisi var, deməli məhsul növdədir. Şəkil çəkildi. Şəkili kim çəkib? Bilinmir, eyni zamanda ılır var, deməli məhsul növdədir. Yəni, iş görən məlum olmasın və ılır ının şəkilçisi olsun. O zaman məhsul növdə olacaq. Sonra, digərini deyirəm. Torpaq kəndli tərəfindən əkildi. Məhsul növ feillərdə subyekt, yenə deyirəm, subyekti bərpa elə söz belə o mübtada kimi çıxış eləmir. Məsələn, kəndli tərəfindən tamamlıqdır. Əkildi, torpaq əkən kəndlidir və o da kəndli tərəfindən tamamlıq mövqeyində çıxış eləyir. Qısa konkretizə lap asan bir yolunu deyim. Məhsul növü feillər tapmaq istəyirsinizsə, məhsul növü. Məhsul növ feillər tapmaq istəyirsə, iki şərti bilməlisiniz. İki şərt. Şərtlərdən biri odur ki, işi görən bilinmir. İkinci şərt odur ki, ıl, il, öl, öl, ın, in, un, ün, n şəkilçinin köməyi ilə yaranır. Məsələn, deyirəm ki, qapı açıldı. İndi bu qapını kim açıb? Bilinmir. Eyni zamanda ılır şəkilçisi var. Deməli, açıldı feili artıq bildim ki, məhsul növdədir. Məhsul. İki şərt bilsəz bəs eləyər. İşi görən bilinmir. Ilır, ının şəkilçinin köməyi ilə yaranır. İkisi də olmalıdır mütləq. Yaxud da şəkil çəkildi. Yaxşı. Şəkili kim çəkib? Bilinmir. Eyni zamanda ılır şəkilçisi var. Deməli, məhsul növdədir. Deməli, məhsul növdədir. Sonra deyirəm ki, uşaq döyüldü. Uşağı kim döyüb? Bilinmir. Və eyni zamanda ılır şəkilçisi var. Deməli, məhsul növdədir. Məhsul növ feilləri bu formada tapırıq. İndi şəxsiz növ feillər. Şəxsiz növ feilləri də iki formada yenə tapacaq. Eyni ilə məhsullağı kimi. Hamısını da iki şərtdən tapırıq.
Şəxssiz növ feillərdə tapmaq üçün iki şərti bilmək lazımdır. İki şərti. Birinci şərt odur ki, onda da işi görən bilinmir. İkinci şərt odur ki, öl, on, növ şəkilçini köməklə yaranır. Məsələn, məsələyə baxıldı. Məsələyə kim baxıb bilinmir. Eyni zamanda qılır şəkilçisi var. Deməli bildim ki, baxıldı feili şəxssiz növdədir. Şəxssiz növdədir. Yaxud da ona təsadüf edildi. Kim təsadüf edib bilinmir. Kim təsadüf edib bilinmir. Eyni zamanda qılır şəkilçisi var. Yəni, buradan bildim ki, bunlar şəxssiz növdədir. Yaxşı. Deyərsən, müəllim. Məhsul növdə də işi görən bilinmir. Şəxssiz növdə də işi görən bilinmir. Məhsul növdə də ılın şəkilçisi ilə düzəlir. Şəxssiz növdə ılın şəkilçisi ilə düzəlir. Eynidir də bunlar. Biz hardan bilək ki, bu məhsul növdədir, hardan bilək bu şəxssiz növdədir. Bunu bilməyin çox rahat bir variantı var. Əgər cümlədə kim, nə, hara sualına cavab verən söz varsa, ya da ki, onu bərpa edə biliriksə, biləcək ki, məhsul növdədir. Məhsul. Amma cümlədə kim, nə, hara sualına cavab verən söz yoxdursa, onda şəxssiz növdədir. Məsələn, qapı açıldı da, cümlədə qapı, nə sualına cavab verən söz var. Oradan bildim ki, açıldı feili məhsul növdədir. Şəkil çəkildi, nə, şəkil. Nə sualına cavab verən söz var, oradan bildim ki, çəkildi feili məhsul növdədir. Uşaq döyüldü, kim, uşaq. Kim sualına cavab verən söz var, oradan bildim ki, uşaq deməli döyüldü feili məhsul növdədir. Yəni, cümlədə kim, nə, hara sualına cavab verən söz varsa, yaxud da onu bərpa eləyə biliriksə, deməli bilirəm ki, o məhsul növdədir. Yox, kim nə hara sualına cavab verən söz yoxdursa, heç bərpa da eləyə bilmiriksə, artıq o şəxssiz növdədir. Məsələn, məsələyə baxıldı, nəyə? Bu nəyə sualına cavab verdi? Day, nə sualına cavab vermədi? Ona kimə? Kimə sualına cavab verdi? Yəni, kim sualına cavab vermədi? Deməli, burada, bu cümlədə kim nə hara sualına cavab verən söz yoxdur, heç bərpa da eləyə bilmərik. Deyərsə, müəllim, məsələn, o məsələyə baxıldı. Orada o hansı sualına cavab verəcək, hansı məsələyə? Qısa konkret, kim nə hara sualına cavab verən söz yoxdursa, onu bərpa etmək də mümkün deyilsə, deməli, həmin növ feillər şəxssiz növ feillərdir. Amma kim nə hara sualına cavab verən söz varsa, ya da onu bərpa eləyə biliriksə, artıq o məhsul növdür. Gəldik qayıdış növ. Qayıdış növdə tapmaq üçün iki şərti bilməliyik. İş, subyektin öz üzərində icra olunur. İş subyektin öz üzərində icra olunur. 2. Öl, on, növ şəkilçisinin köməklə yaranır. İş subyektin öz üzərində icra olunur. Bir də on, növ şəkilçisinin köməklə yaranır. Məsələn, ürəyi döyündü. Ürəyi döyündü. Yaxşı, ürəyi döyündü deyirəm, düzdür? Ürəyi döyündü. Ürəyi kim döyür? Ürək öz üzərində döyünür də. İş öz üzərində icra olundu. Və onun şəkilçisi var. Oradan bildim ki, döyündü feili qayıdış növdədir. Yaxud da gül açıldı. Gülü kim açır? Özü açır da, özlərində iş özür olur. Orada da ölül var. Deməli o hansı növdədir? Qayıdış növdədir. Sonra duman çəkildi. Dumanı kim çəkir? Özü çəkilir. Özlərində iş icra olunur. Eyni zamanda ölül şəkilçisi var. Deməli qayıdış növdədir. Sonra bir də var qarşılıq birgəlik növ. Qarşılıq və birgəlik növ.
Qarşılıqlı növdə iş qarşı-qarşıya icra olunur. Qarşı-qarşıya icra olunur. Birgəlik növdə iş birlikdə icra olunur. Birlikdə. Və hər ikisi ışış şəkilçisinin köməyi ilə yaranır. Işış və işıq. Məsələn, dostlar görüşdü. İş qarşı-qarşıya icra olunub və eyni zamanda ışıq şəkilçisi var. Deməli, görüşdü feili qarşılıq növdədir. Amma desəm ki, dostlar qucaqlaşdı ya da gülüşdü. Artıq burada işin qarşı-qarşıya icra olmağı vacib, məcbur deyil. Ona görə oradakı ışıq şəkilçisi artıq birgəlik növ olacaq. Yəni, iş birlikdə icra olunanda birgəlik növ olur, qarşı-qarşıya icra olunanda qarşılıq növ. Bir də var icbar növ feillər. İcbar növ feillər isə icbar növ. Onu tapmaq üçün də iki şərt bilməli lazımdır. 1. İş başqası tərəfindən icra olunur. İcra olunur. Bir də dur, tır şəkilçisinin köməyi ilə yaranır. Deməli, iş başqası tərəfindən icra olunur, bir də dur, tır şəkilçisinin köməyi ilə yaranır. Məsələn, ev tikdirdi. Hətta biraz rahat olsun deyə belə deyirəm. Əli ev tikdirdi. İndi evi tikən əlinin özüdür. Xeyr, əlinin özü deyil. Əli işi başqasına gördürüb. İş başqası tərəfindən icra olunub və dırdır var. Deməli, qutarıda bu icbar növdədir. İcbar növ. Sonra, Əli ev tikdirdi. Başqa nümunə deyirəm. Deyirəm ki, Azər maşın aldırdı. Azər maşını özü alıb, təbii ki, xeyr, başqası elib və dırdır şəkilçisi var, deməli, icbar növdədir. Amma məsələn, desəm ki, Azər işığı söndürdü. Desəm ki, Azər işığı özü söndürüb, təbii ki, özü söndürüb. Deyir, Azər işığı söndürdü. İşi özü gördüyünə görə, artıq mən burada söndürdü feilinə icbar növ deyə bilmərəm. İşi başqası görməlidir icbar növdə. Bu formada. İcbar növdən də bağlı bu qədər. Bilmək lazımdır ki, bir dənə məlum növ feillər sadə, düzəltmə və mürəkkəb olur. Feilin digər məna növləri ki var. Deməli, bir dənə məlum növ feillər qurulursa sadə, düzəltmə, mürəkkəb olur. Feilin digər qrammatik məna növləri isə qurulursa düzəltmə və mürəkkəb olurlar. Mürəkkəb. Onların sadələri yoxdur.